Bizim medya izləyiciləri Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyasının 5-ci günü də yekunlaşdı. Təbii ki, bundan öncəki günlərdə olduğu kimi onlarla tədbir keçirildi, dəyirmi masalar təşkil edildi və önəmli müzakirələr aparıldı. Bəs bugün keçirilən tədbirlərdə, dəyirmi masalarda daha çox diqqət çəkən fikir mübadiləsi nələr idi? Bunlara sizinlə birgə nəzər salacağıq. BMT-nin məskunlaşma proqramının icraçı direktoru sessiya çərçivəsində keçirilən Akademiya və Tədqiqat adlı dəyirmi masada çıxışı zamanı deyib ki, təlim və bacarıqların artırılması United Nations Habitat üçün əsas fəaliyyət istiqamətlərindən biridir. Yeni şəhər gündəliyi şəhərlərin, vətəndaşların gələcəyinə xidmət edir. Nəticədə ortaq, tərəfdaş əsaslı təlim və potensialın inkişafına çevrilir. BMT-nin məskunlaşma proqramının icraçı direktoru BMT-nin 2026-cı il su konfransı şəhər mənzillərinin yol xəritəsi adlı tədbirdə çıxışı zamanı isə qeyd edib ki, su axınları sərhədləri aşdığı üçün möhkəm idarə etmə mexanizmləri lazımdır. Resurslar ədalətli şəkildə bölüşdürülsün və sudan əziyyət çəkən insanlara da çatsın. Mənzil maliyyələşdirilməsi üzrə yeni razılaşma adlı tədbirdə çıxış edən Azərbaycan Respublikasının Maliyyə Nazirinin birinci müavini Anar Kərimov mənzil siyasətinin artıq yalnız tikinti və sosial təminat sahəsi ilə məhdudlaşmadığını, bu sahənin insan potensialının inkişafı, sosial sabitliyi və inklüziv iqtisadi artım üçün strateji əhəmiyyət daşıdığını bildirib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şəhərsalmanın yenidən qurulması, Azərbaycan şəhər transformasiyası üçün innovasiya laboratoriyasını necə yaratdı mövzusunda tədbirdə qeyd edib ki, Şuşa ilə bağlı ən böyük çətinlik və özəllik ondan ibarətdir ki, bütün layihələrimiz milli irsin qorunması standartlarına və tələblərinə uyğun gəlməlidir. Xüsusi nümayəndə əlavə edib ki, əgər Şuşadakı yaşayış komplekslərimizə gəlib baxsanız, binaların fasadlarında nadir və yerli təbii daşlardan istifadə edildiyini və çox maraqlı görünüş alındığını müşahidə edə bilərsiniz. Azərbaycan mediasının suallarını cavablandıran Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov isə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə nəzərə alınan əsas amil insanlar üçün hər şey əlçatan və əlverişli olmalıdır. Bunun üçün baş planlar elə tərtib olunur ki, əsas sosial obyektlər və inzibati mərkəzlər bir yerdə cəmləşsin. İnsanlar oraya qısa zamanda çata bilsinlər. Çoxlu yaşıllıq zonalarının və parklarının salınması, piyada yürüyüşünə üstünlük verilməsi, avtomobil nəqliyyatından mümkün qədər az istifadə olunması əsas prinsiplərdəndir. Sessiya çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi mövzusunda panel müzakirəsi keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, dünyanın müxtəlif şəhərləri iqlim dəyişikliyi, sürətli urbanizasiya, resursların idarə olunması, sosial bərabərsizlik və iqtisadi transformasiya ilə bağlı getdikcə daha mürəkkəb çətinliklərlə üzləşirlər. Bu çətinliklərin həlli hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini, akademiyanı və xüsusilə özəl sektoru əhatə edən hərtərəfli və əməkdaşlığa əsaslanan yanaşma tələb edir. Sənaye davamlılığı və dairəvi iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov isə bildirib ki, müasir şəhərsalmada tullantıların idarə olunması, emalı, tullantı logistikası, resursların bərpası və əməliyyat dayanıqlılığı kimi məsələlər getdikcə daha strateji əhəmiyyət qazanır. Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması, davamlı təcrübələr standartı mövzusunda sessiyada çıxışı zamanı WUF 13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva bildirib ki, beynəlxalq təcrübə göstərir ki, ekoloji idarə etmə standartları effektiv institusional modellər kimi geniş tətbiq olunur. Azərbaycanın ilk milli dayanıqlılıq təşəbbüslərinin və davamlı təcrübə standartlarının inkişafı xüsusi diqqətə layiqdir. Belə bizim media izləyiciləri, təbii ki, bu keçirilən tədbirlərin yalnız qısa bir hissəsi idi. Sabah isə əsas günlərdən biri hesab etmək olar. Çünki 22 may tarixini yaşayacaq və tədbirlərimiz məhz 22 may tarixinə qədər davam edəcəkdir. Təbii ki, sabah da tədbirlər olacaq. Sabah WUF 13-də Bakıda keçirilən Şəhərsalma Forumunda nələr yaşanacaqsa bunları sizə çatdırmağa davam edəcəyik.